Sabah mənə qonaq çağırdılar. Ona görə də mən tort hazırlayıram. Onu da çəkmək istədim ki, sizin üçün də hündür tortları necə hazırlaya bilərsiniz göstərim. Deməli, 5 dənə yumurtanın ağın sarısından ayırırıq və 1 stəkan şəkər tozunu yumurtanın ağının üstünə əlavə edirik. Daha sonra mikserimizlə yumurtanın ağı ağarana kimi yaxşıca qarışdırmaq lazımdır. Deməli, yumurtamız bu qatılığa gələnə kimi qarışdırırıq. Daha sonra yumurtanın sarısını da əlavə edib bir-bir əlavə edərək qarışdırırıq. Yumurtanın sarısını da qatdıqdan sonra 2-3 dəqiqə qarışdırırıq. Daha sonra üzərinə 3 qaşıq duru yağ, 3 qaşıq isə ilıq su əlavə etmək lazımdır. 1, 2, bu da 3. Bir, 2, 3. Yeni mikserlə qarışdırırıq. Bunları da karıştırdıktan sonra 1 stəkan yarım unumuzu əleyimizə alırıq. Əleyimizə əlavə etdikdən sonra bir vanil, bir qabaşmanı da bunun üzərinə əlavə edirik. Bunların hamısını əleydən keçirib daha sonra çırpıcı ilə qarışdırmaq lazımdır. Artıq mikserdən istifadə edən deyilik. Artıq çırpıcı ilə qarışdırmalıyıq bunu. Unumuzu az-az əlavə edərək qarışdırırıq. Belə. Bunu yaxşı qarışdırmaq lazımdır. İçində topaq-topaq qalmasın. Qarışdırdıqdan sonra artıq pişirməyə hazır olacaq. Artıq xəmirimiz hazırdır. 26 santimetrlik qəlbimizə xəmirimizi əlavə edirik. Daha sonra 180 dərəcəli sobamızda, sizin sobanıza görə dərəcə dəyişə bilər. Onu özünüz ayarlayarsınız. Mən 180 dərəcədə bişirəcəm. Çalışın ki, biskvit bişərkən ağzını açmayın. İndi bişirib sizə nəticəni göstərəcəm. Artıq budur nəticə. Biskvitimiz hazırdır. Əgər videoya bura kimi baxmısınızsa və bəyəndinizsə bəyənməyi və takip atmağı unutmayın. Gələn videolarda görüşmək üzərə. Sağ olun.